birdən-birə bir hasar dağıldı və biz gördük ki, başqa dünyalar varmış, başqa cərəyanlar varmış, başqa cür yazmaq olarmış, sözümüzü başqa cür deyə bilərikmiş. Dəyişdi dediyimiz müsbətə mi dəyişib, yoxsa əksinə? Dəyişiklik zamanla bağlıdır. Zaman yavaş-yavaş o mütəhərrikliyi oturaqlığa keçirir. Bu kitab, bu əsər mənə nə verir? Elə adam var ki, elə oxucu var ki, onun üçün önəmli deyil nə verir. Sadəcə əyləncədir. Bir maraqlı əhvalatı oxudum mən. Daha çox hansı janrda yazmağı sevir yazıçılar? Daha oturaqlı, məsəl üçün müəlliflər var ki, onlar fəlsəfi əsərlər yazırlar, tarixi əsərlər yazırlar və onlar bilirlər, onların oxucusu çox olmayacaq. Bir var sadə oxucu, bir də var intellektual oxucu. İntellektual oxucunun tələbinə əməl etmək çətindir. Həm yazıcı üçün, həm alim üçün. Mayın axırı, iyunun ortaları belə olmalıdır. Məsələn, bugünə kimi gəldikdə müstəqillik illərini götürsək və Sovet dövrü ilə bir müqayisə aparsaq, ədəbiyyatımızda nələr dəyişib? Ədəbiyyatımızda çox şey dəyişib. Çünki Sovet dövründə sosializm yeganə cərəyan idi və bu zorla pərçim edilmiş bir cərəyan idi. Dövlətin ideologiyası idi və bu cərəyanda yazmaq məcburiyyətində idilər. Başqa alternativ cərəyan yox idi. Əslində dünya ədəbiyyatçısında var idi. Belə deyim də kollaps yaratmışdılar. Süni şəkildə çərçivəyə almışlar ki, ancaq bu cərəyan mövcuddur və bu cərəyanda yazırsınız. Onlar özləri üçün dövlətə uyğun unikal ədəbi cərəyan, belə deyək də, icad etmişdilər. Amma bu özünü doğrultmadı. 70 il ərzində həmin cərəyanın qaydaları da oldu, ona uyğun yazılan əsərlər də oldu, onun elmi əsaslarını belə hazırladılar, amma cərəyan yaşamadı. Lokal bir cərəyan oldu. Sadəcə SSRİ ərazisində mövcud olan bir cərəyan. Dünya ədəbiyyatında düzdür, sosializm cərəyan kimi var, amma lokal bir cərəyandır. Bütün dünyanı əhatələyə bilmədi. Bəs biz müstəqillik dövrümüzə baxsaq necə? Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatının bir parçasına çevrilə bilikmi? Azərbaycan ədəbiyyatı avtomatik, yəni birbaşa dünya ədəbiyyatının bir hissəsidir. Bu əvvəl də belə olub, indi də belə. Sadəcə Sovet dövründə ümumən SSRİ bütöv ədəbiyyatı özmülkləşdirmişdi. Bizim ədəbiyyatımız bəli, bugün də, dünən də olub. Nizami Füzuli dövründə də o dünya ədəbiyyatının bir hissəsi olub. Amma müasir dövrdə sosializm dağıldı, elə bil ki, birdən-birə bir hasar dağıldı və biz gördük ki, başqa dünyalar varmış, başqa cərəyanlar varmış, başqa cür yazmaq olarmış, sözümüzü başqa cür deyə bilərikmiş və buna görə də müstəqillik dövrü Azərbaycan ədəbiyyatını çox cərəyanlı, çox metodlu Azərbaycan ədəbiyyatı adlandırırıq. Çünki həmin o sosializm dağıldıqdan sonra bütün o sıxılan, kənarda qalan cərəyanların axını başladı. Həm müstəqillik başladı, həm də o fikri birdən-birə azadlıq verilən insan təmiz havadan boğula bilər. Elnur xanım, eyni tendensiya Gürcüstan ədəbiyyatında, Özbəkistan ədəbiyyatında, bəli, Rus ədəbiyyatında, onlarda da yaşandı. Bəli, onlarda da yaşandı. Və həmin dövrdə bizim ədəbiyyatda hətta belə deyək də daha hayqırışlı, daha üsyankar cərəyanlar, məktəblər yarandı. Müxtəlif ədəbi qruplar yarandı. 90-cı illər Azərbaycan ədəbiyyatı ən belə deyim də sıxılmış, amma eyni zamanda çox cəhətli, çox Azərbaycan ədəbiyyatının bilim də məcunu deyim. Çünki cövhərdir. O qədər qarışıq, o qədər bir-birinə keçən, o qədər fərqli axınlar, fərqli fikirlər, ədəbiyyata baxışla bərabər mətnə baxışların fərqli, hətta elmə belə baxış təmiz dəyişdi. Ədəbiyyatşünaslığa dəyişdi. Deyək ki, mən indi deyə bilərəm, Sovet dövrü aliminin obrazı ilə bugün müstəqil Azərbaycan alim obrazı arasında çox böyük fərq var. Dəyişdi dediyimiz müsbətə mi dəyişib, yoxsa əksinə? Məncə müsbətə dəyişdi. 90-cı illər biraz xaos idi. Artıq 2000-ci illərdən etibarən sistematikləşmə başladı. Artıq cərəyanlar sabitləşdi. Qruplar artıq öz yollarını davam etdirdilər və klassik xətt özünü saxladı. Azərbaycan klassik nəsri bugün də var.
Amma bununla yanaşı postmodern nəsr var, eksistensial nəsr var, modern nəsr var. Yəni bunlar paralel olaraq gedirlər. Amma əlbəttə ki, belə baxanda bizim klassik nəsr ənənələrimiz, klassik ədəbiyyat ənənələrimiz çox özümlüdür. Onları yıxmaq mümkün olmadı. Enar xanım, baxın, o ənənələri qeyd edirik. Postmodernizm olsun, eyni zamanda digərlərini siz sadaladınız. Yəni bunlar millətə görə, regiona görə dəyişə bilirmi? Əlbəttə. Hər millətin, xalqın özünə məxsus xüsusiyyətləri, özünə məxsus mentaliteti və ədəbi, bədii yaddaşı var. Nəyə görə bizdə deyirlər ki, Azərbaycan ədəbiyyatının daha çox poeziya aktivdir. Çünki bizdə elə lap əvvəldən poeziya xətti ilə gəlmişik. Bizə Nəsir Xaqani Şirvaninin məktublarından başlayırlar, amma daha çox 19-cu əsrdə bizə nəsr gəldi. Ondan əvvəl nəzmlə gəlmiş. Bəli, nəzmlə gəlmiş. Nəzm daha məşhur. Bu gün də görürsünüz, nisbətdə nasirlərdən çox şairlər var. Və şeirə meyl daha çoxdur, nəinki nəsrə. Çünki poeziya mütəhərrikdir və həm də xalqın yaddaşı poeziya daha yatımlıdır. Bununla nəzər alaq ki, biz türk xalqıyıq. Biz daimi döyüş, savaş, yəni belə hərb halında, ruhunda olan bir xalq üçün nəsr oturaq bir janrdır. Amma poeziya ruhdur, marşdır, deyək ki, bir çağırışdır. Buna görə poeziya daha çox məhəbbət var. Psixoloji baxımdan budur. Hər, məsəl üçün, Rus ədəbiyyatında olan məqamlar bizim ədəbiyyata uyuşmur. Bizdəkilər də onlara uyuşmur. Amma rəqəmlər göstərir ki, son illər məhz nəsrdə yazılan əsərlərə daha çox tələbat var. Bəli. Yəni o kitablar daha çox satılır, nəinki şeir kitabları. Bu həmin o dəyişiklikdən mi xəbər verir, yoxsa keyfiyyətdən xəbər verir? Həm dəyişiklik zamanla bağlıdır. Zaman yavaş-yavaş o mütəhərrikliyi oturaqlığa keçirir. Necə ki, bugün biz insan olaraq daha az mütəhərrikik. Biz bugün internetin qarşısında, kompüterin qarşısında otururuq. Nəinki biz gəzmirik, səyahət eləmirik, daha çox maraqlanmırıq. Belə deyək də, YouTube-da bir videoya baxaraq biz dünyanın istənilən ölkəsini görə bilərik. Amma əvvəllər bunun üçün gərək biz harasa getməliydik. Ona görə poeziya, o baxımdan baxanda poeziya yox, nəsr önə çıxır. Nəsr ağırdır, nəsr daha çox düşünməyə təhrik edir. Mən bunu deyəndə demək istəmirəm ki, poeziya düşünməyə təhrik eləmir. Amma nəsrə daha çox enerji sərfləmək lazımdır, nəinki poeziya. Poeziya mütəhərrikdir. Deyək ki, bir şeirdə, qısa şeirdə sən çox dərin fəlsəfi fikirləri verə bilərsən və bu şeiri oxumaq sənin, deyək ki, 10 dəqiqə vaxtını ala bilər. Amma bir nəsr əsərində həmin fikirləri ifadə eləmək üçün sən belə deyək də, ən azı bir 200 səhifə yazmalısan. O süjeti qurmalısan, gətirib axırda o məsələni, o məğzi çatdırmalısan oxucuya. Ən azından kiçik bir hekayə yazmalısan. Bəli, ona görə nəsr daha çox maraq doğurur. İnsanlar axtarmaq istəyirlər, tez cavab almaq istəmirlər. Yaxşı məqama gəldiniz, insanlar axtarmaq istəyirlər. Yaxşı, bəs biz bugün yazıçıların yazdıqlarına göz atsaq, hansı janrda yazmağa üstünlük verirlər? Adətən mən bu sualı qonaqlarıma oxucuların prizmasından yanaşaraq verirəm ki, hansı əsərləri oxumağa üstünlük verirlər. Amma istədim ki, bu dəfə yazıçıların prizmasından baxaq. Daha çox hansı janrda yazmağı sevir yazıçılar? Yazıçılar arasında da bu tendensiya olaraq bir var, kim ki özünü daha intellektual götürmək istəyir, yəni daha çox intellektini önə çıxarmaq istəyir. Onlar fəlsəfi, tarixi əsərlərə, ideoloji əsərlərə daha çox üstünlük verirlər. Amma elə yazıçılar var ki, onlar üçün məhz oxucu sevgisi önəmlidir. Buna görə də onlar daha çox oxunan janrları seçirlər. Hansıdır daha çox oxunan janr? Məsələn, deyək ki, sevgi-məhəbbət romanları. Böyük bir kütlə var, deyək ki, tələbələr, gənclər daha çox sevgi-məhəbbət romanları oxuyurlar. Yaxud da dedektiv romanlar. Daha çox insanlar bu hərəkəti, sərgüzəşti, o macəranı axtarırlar. Bu gənc yaşlara aiddir. Amma daha oturaqlı, məsəl üçün, müəlliflər var ki, onlar fəlsəfi əsərlər yazırlar, tarixi əsərlər yazırlar və onlar bilirlər, onların oxucusu çox olmayacaq. Tək-tək olacaq. Və bu artıq yazıçının seçimidir. O nə demək istəyir? Məsəl üçün, ola bilər ki, dedektiv yazıcı deyir ki, mən, məsəl üçün, bizim Qarabağ savaşımızı dedektiv əsər vasitəsilə daha çox gənclərə çatdırmaq istəyirəm. Bu janrda yazıram. Yaxud da bir məhəbbət macərası qururam, deyək ki, Qarabağda olan bir faciəvi eşq məsələsi, 1-ci Qarabağ müharibəsi, yaxud da 2-ci Qarabağ müharibəsinə bağlı bir faciəvi eşq əhvalatı qururam. Məhəbbət romanıdır. Və mən bu roman vasitəsilə
çatdırıram öz oxucularıma. Qarabağ münaqişəsində bizim dəyərlərimizi də, bizim keçmişimizi də, tariximizi də. Amma elə yazıcı var ki, deyir ki, mən bunu fəlsəfə baxıram. Ümumiyyətlə müharibə nədir? Ümumiyyətlə insan taleyi nədir? Daha dərin qatlara düşür. Daha dərin qatlara və o bilir ki, onun oxucusu çox olmayacaq. Oxucunun inkişafı məsələsini necə görürsünüz? Bax, dediyiniz kimi, gənclərin daha çox üstünlük verdiyi janrlar var. Bəli. Amma gənclik dövründən bir qədər də yuxarı yaşlara gəldikcə baxırıq ki, bəzi adamlar elə həmin o janrlarda qalırlar. Amma daha dərin əsərlərə üst tutanlar da var. Və siz necə müşahidə edirsiniz, nə müşahidə edirsiniz? Artıq oxucunun özünü inkişaf etdirməsi ilə bağlı. Elə oxucu var ki, belə deyək, 18 yaşında oxuduğu məhəbbət romanını 40 yaşında da oxuya bilir. Yəni, onun üçün maraqlıdır. Amma elə oxucu var ki, o özünü o qədər inkişaf etdirir, dünya görüşü artıb, təhsili artıb, belə deyək də, dünyaya baxışı dəyişib və o artıq 18 yaşında oxuduğu məhəbbət romanını bugün oxuya bilmir, maraqsızdır. 2 səhifədən sonra qapadır kitabı. Ona heç nə vermir bu kitab. Və burada oxucunu fərqləndirən əsas sual budur. Bu kitab, bu əsər mənə nə verir? Elə adam var ki, elə oxucu var ki, onun üçün önəmli deyil nə verir. Sadəcə əyləncədir. Bir maraqlı əhvalatı oxudum mən. Bir romandan mən zövq aldım. Amma başqa birisi deyir, mən nə öyrəndim? Mənə nə verdi, nə qatdı, nəyi dəyişdi məndə? Mən bu kitabı bağlayandan sonra kitabdan əvvəlki və sonraki məndə nələr dəyişdi? Bəli. O artıq başqa bir oxucudur. Ona görə biz fərqləndiririk. Bir var sadə oxucu, bir də var intellektual oxucu. İntellektual oxucunun tələbinə əməl etmək çətindir. Həm yazıcı üçün, həm alim üçün. Məsələn, mən o icmalı yazıram, onu oxuyan oxucu mənə etiraz eləyə bilər. İntellektual oxucu, sadə oxucu üçün sadəcə bir icmaldır. Heç oxumur da. Amma intellektual oxucu maraqlanır. Bu əsər mən oxumuşam. Bu əsərin haqqında bu alim belə yazıb. Niyə belə yazıb? Mən belə düşünmürəm. Araşdırır, incələyir. Ümumiyyətlə, oxucuların həm tədqiqatçılara, həm də yazıçılara etirazı mümkündür. Hətta buna görə postmodernizmdə bir çox müəlliflər, yazıçılar əsərin sonunu bitirmirlər. Açıq buraxırlar, açıq final. Oxucu özü tamamlayır. Qəhrəman ölsünmü, yaşasınmı, başqa bir yerə köçsünmü, yaxud da digər dünyaya adlasınmı? Yəni, artıq final açıqdır. Onu oxucular tamamlayır. Hətta hökmü buraxır oxucuya. Bəli, oxucuların etirazı da ola bilər. Bəzən elə əsərlər olur ki, oxucular etiraz ediblər ki, niyə görə baş qəhrəman öldürülüb? İkinci hissə çıxsın, məlum olsun ki, baş qəhrəman deyək ki, məsəl üçün özünü atmışdı dənizə, məlum olsun ki, üzüb kənara çıxıb, o sağdır. Yəni, oxucular bəzən qəhrəmanı yaşatmaq istəyirlər. Bu filmlərlə də bağlı. Bəzi filmlərdə etiraz edirlər ki, niyə görə vaxtından tez hansısa qəhrəman səhnədən getdi. Onu yenidən qaytarmaq lazım. Amma pərdə arxası məqamları bilmirlər ki, həmin aktyorla rejissorun arasında hansı mübahisə yaranıb və yaxud da ki, orada əmək haqqları məsələləri var, çox incəliklər var. Bəli, o ideyalarını istəyir oxucu. Əsərdə də bir ayrıdır. Bu arada mən o sualı əbəs yerə vermədim. Oxucunun inkişaf məsələsi də var, amma eyni zamanda yazıçının da inkişaf məsələsi var. Əlbəttə ki. Bu, orada mənzərəni bizə nə deyir? Bilirsiniz, mən bu nəsrlə bağlı, mən adətən bir alim olaraq, ümumiyyətlə, bütün ədəbiyyatı nəzərdən keçirəm. Amma mənim əsas istiqamətim nəsrdir. Mənim üçün poeziya da gözəldir. Amma nəsr bir tədqiqatçı məni daha çox maraqlanır. Çünki bizim ədəbiyyatımız üçün nəsr cavandır. Nələr dəyişir, nələr gəlir, bizim nəsrimiz hardan gəlib, hara gedir. O mənim üçün çox maraqlıdır. Ona görə nəsr mövzudur. Və həmişə mən yazıçılara deyirəm ki, kitab tərtib eləyirsiniz, məsələn, hekayələrinizi qoyursunuz. Orada yazın siz. Hekayənin yazılma tarixi. Bir çoxları bunu qoyun. Bu sadə bir şeydir, bəlkə texniki, amma əslində texniki deyil. Məsələn, deyək ki, sənin 92-ci ildə yazdığın hekayə və 2002-ci ildə yazdığın hekayə. Mən baxmaq istəyirəm, nə dəyişib? Amma belə qarışıq olanda mən bilmirəm, hansı hekayəni əvvəl yazmışdın. Yəni yazıçı inkişaf edib, yazıçı inkişaf eləyib, eləmir. Geriyə mi gedib? Əgər yazıçı öz üçün bir kalka götürüb,
və daim o kalkayın müxtəlif deyək ki, obrazların adını dəyişir, əhvalat dəyişir, amma eyni kalkadır, eyni bir necə deyim də karkasdır. Onun içində yazıb yaradıcı, deməli o yazıcı inkişaf edir. Amma əgər yazıcının ilk yazdığı əsərlə son yazdığı əsər arasında fərq varsa, mən hiss edirəm ki, deyək ki, ilk əsərdə bəsitlik var idi, müəyyən detallar aça bilmirsə, obraz qurmaqda zəif cəhətlər var, amma sonuncu əsərdə deyək ki, artıq bir baş qəhrəmanı möhtəşəm bir obraz kimi yarada bilibsə, süjet qurulmasında mürəkkəblik yaranıbsa, əsərin sonunda gətirdiyi məqamlar daha mükəmməlsə, deməli bu yazıcı inkişaf edib. Yox, əgər əvvəlki tempdə gedirsə, onu deməli o inkişaf eləmişdir. Deməli o sadəcə yazmaq xətrinə yazır, bir də öz oxucusunu itirməmək xətrinə. Klassik ədəbiyyatla bağlı onların haqqında oxuyanda məqamlar bizim önümüzə çıxır ki, gənclik illərində yazdığı hekayələr və bir də imzası tanınandan sonra, bəlli bir yaşa gəlib çatandan sonra yazdığı hekayələr və etiraf edək ki, onları müqayisə etdikdə də oxucuya ötürdüyü mesaj, demək istədiyi mesaj, vermək istədiyi mesaj tamamilə fərqlənir. 15 yaşında, deyək ki, Cəfər Cabbarlının 15 yaşında yazdığı Bahar şeiri ilə sonraki illərdə yazdığı Ana şeiri arasında nə qədər fərq var? Yaxud da ilk dram əsəri ilə son dram əsəri arasında. Yəni yazıcı inkişaf eləyib, baxanda görünür. Ədəbiyyat adına hər ikisi dəyərli əsərdir. Sadəcə olaraq çəkiyə qoyduqda, tərəziyə qoyduqda çəkilər fərqli olur. Zamanı, yaşı nəzərə aldıqda. Yəni ona görə yazıcı ona görə dəyərlidir ki, o inkişaf edib. Ona görə yox ki, yazıb. Yeri gəlmişkən bax inkişaf məsələsinə toxundunuz. Yazıçılıq istedad tələb edir, yoxsa zəhmətkeşlik? İkisinin sintezini. Sırf istedadla gözəl bir əsər yaratmaq olar. Amma istedad, belə deyim də, hamarlanmalıdır və banal desək, itilənməlidir. Əgər onu koşalmış vəziyyətdə saxlayacaqsa, mən artıq möhtəşəm əsər yazmışam, mən dahiyəm, bitdi, o yavaş-yavaş degradasiya uğrayacaq. İnsan da belədir. Əgər müəyyən bir etapa çatdıqdan sonra deyirsə ki, mən artıq arzuma çatdım, bitdi, degradasiya uğrayırsa, artıq o yox olur. O qədər istedadlar var ki, bu degradasiya sayəsində yox olublar. Zəhmət olmasa, belə deyək, yeni etapa keçmək həvəsi olmasa, o yox olacaq. Sadəcə ədəbiyyat tarixinin hansısa bir cildinin bir misrasında adı keçəcək. Amma əsas məsələ odur ki, sən o istedadı zəhmətlə, ardıcıllıqla birləşdirərsən və sənin bir silsilən olsun, sənin öz imzan, öz yerin olsun. Davamlılıq önəmlidir. Davamlılıq olsun. Məsələn, mən bayaq dedim 90-cı illərin ədəbiyyatdan söhbət. O dövrdə o qədər çox yazıcı və şairlər var. İndi onlar yoxdular. Bir çoxu yoxdur. Bunun səbəbi məhz həmin o davamlılıqdır. Davamlılığın olmaması. Zəhmətkeşlikdir. Bir-iki şeiri çıxdı, bir hekayəsi çıxdı, bir roman çıxdı və ondan sonra yox oldu. Dayandı. Davamlılıq olmadı, özünü inkişaf etdirmədi, yaxud da başqa sahəyə keçdi. Və biz indi sadalayanda, məsələn, həmin dövrün qəzetlərində, jurnallarında həmin imzanın adını qeyd var idi, belə bir imza, bir sətirdə. Yoxdur amma davamı. Elnarə xanım, baxın, müxtəlif peşələrdə, müxtəlif sahələrdə təlimlər var, seminarlar var, konferanslar var ki, o sahənin mütəxəssisinin inkişafı üçün, eyni zamanda dövrün yenilikləri barədə məlumatlar əldə etmək üçün o konferanslara, seminarlara gedirlər. Məsələn, həkimlər mütəmadi olaraq beynəlxalq konferanslara gedirlər, digər sahədə mütəxəssislər, müəllimlər həmçinin təkmilləşdirmə kurslarına, təlimlərinə gedirlər. Bəs yazıçıların o dediyiniz özünü inkişaf prosesi necə baş verir? Onlar çoxmu əsər oxumalıdır, çoxmu əsər yazmalıdır? Bu necə baş verir? Tarixən bizdə bu belə baş verib ki, yazıçılar özlərini gəlişdiriblər, özlərini inkişaf etdiriblər. Daha çox əsər mütaliə etməklə və daha qədim dövrdə səyahət etmək. Nəyə görə? Məsəl üçün, Seyid Əzim Şirvani səyahət eləmişdi, Şamı filan gəzmişdi və sonradan öz əsərlərində bunu əks etdirir. Bizim, yəni, bu həmin dövr mütəfəkkirləri dünya haqqında, deyək ki, başqa bir aləmlər haqqında, başqa insanlar, başqa cəmiyyətlər haqqında məlumat almaq üçün özlərinin gəlişdirmək həm səyahəti, həm də mütaliəni əsas tuturdular. Və Sovet dövründə yaradıcılıq evləri var idi, yaxud da yaradıcılıq görüşləri var idi. Həmin görüşlərdə, yaradıcılıq evlərində müxtəlif xalqların, yazıçılarının belə deyim də, görüşləri olurdu, onların ünsiyyəti sayəsində bu baş tutur. Digər tərəfdən, müstəqillik dövründən sonra
ümumiyyətlə xarici ölkələrdə var, yaradıcılıq atölyeləri, türklərdə var, Türkiyədə var. Yaradıcılıq atölyeləri yazmağı öyrətmək. O demək deyil ki, sənin istedadın yoxdur, sənə əsər yazmağı öyrədəcəklər. Yəni orada müxtəlif seminarlar keçirilir. İstedad var, sadəcə bir yol göstərir. Yönləndirirlər, gəncləri yönləndirir. Ustad yazıçılar gəlib çıxış edirlər, yaxud da onlara deyək ki, hətta ədəbiyyatşünaslıqla bağlı mühazirələr oxunur ki, yəni onlar ümumiyyətlə nə yazdıqlarını özləri də təyin edə bilsinlər. İstiqamından başqa məsələn Gorki adına ədəbiyyat institutu vardı. Bizim bugün Gorki adına ədəbiyyat institutunu bitirən yazıçı pleyadamız var. Onlar bizim ədəbiyyatımızda xüsusi bir pleyadadılar. Məsələn, Orxan Fikətoğludur, Zahid Cari Torpaqdır, Səfər Alışarlıdır və digər adını çəkmədiklərim. Onların yaradıcılığı tam fərqlənir. Çünki onlara orada öyrədiblər. Yaradıcılıq atölyesinin bir, deyək də, sovet forması idi. Ədəbiyyat institutu Gorki adına. Elnarə xanım, müasir yazıçılarımız tənqidə dözümlüdürlərmi? Bu çox gözəl sualdır. Çox da maraqlı cavab olacaq. Bu artıq yazıçının öz dünya görüşündən və tənqidçinin nəyi tənqid etməsindən asılıdır. Əgər tənqidçi obyektivdirsə, həqiqətən yazıçının şəxsiyyətini yox, hansısa bir deyək ki, subyektiv məqamları yox, məhz ideoloji cəhətdən, əsərin deyək ki, nəzəri cəhətdən məqamlara nəzər salıbsa, ədəbiyyat üçün, məhz söz üçün önəmli nəzərə alıbsa, yazıçının ondan inciməyə haqqı yoxdur. Çünki bu obyekt, düzdür, bizdə çox zaman kimisə tənqid etmək, kimisə təhqir etmək kimi qəbul olunur. Bizim yazıçılarımız bunu qəbul edə bilmirlər. Yəni, məsələn, mən sizin əsərinizi tənqid etmişəm, demək mən sizə hücum eləmişəm. Və onlar bunu bu cür qəbul edir. Anlayışları qarışdırırlar. Qarışdırırlar. Amma əslində tənqid etmək o deməkdir ki, mən sənin əsərini oxumuşam, dəyər vermişəm və mən orada bu məqamları görmüşəm. Bəlkə sən də diqqət edəsən, növbəti əsərdə onları gücləndirəsən. Niyə görə vaxtilə Belinskinin fikirləri yazıçılar üçün bir yol işıq idi, yəni bir istiqamət idi. Tənqidçi istiqamət verəndir. Tənqidçi ədəbi mühitdəki tendensiyaları göstərir və əgər yazıçılar bizə sayğı ilə yanaşıb bizim əsərimizi oxusalar, əsərlərimiz elməsə oxub, başa düşəcəklər ki, hal-hazırda bizim ədəbiyyatımız hansı istiqamətlə və bu dəqiqə hansı janrda, yaxud da hansı istiqamət, hansı ideoloji məqamları vurğulayan əsər yazsalar daha çox uğur qazana bilərlər. Yazıçının uğur məsələsi də var. Amma istiqamət dediyimiz ideoloji istiqamətmi olur, ədəbi istiqamətmi olur? Bu istiqamət anlayışını istədiyim bir balaca da açaq. Müxtəlif ola bilər. Cəryan kimi də ola bilər. Məsələn, deyək ki, modernizmdə yazır, romantizmdə yazır, postmodernizmdə yazır, realizmdə yazır. Yaxud da ideoloji olaraq ola bilər ki, məsələn, deyək ki, daha çox müstəqillik ideyalarını qabardır əsərlərində, yaxud da Qarabağ problemini qabardır, yaxud daha çox biraz kosmopolitik bir əsərlər də var. Məsələn, deyək ki, dünya vətəndaşı obrazı yaratmaq istəyir. Bu artıq yazıçının seçə biləcəyi məqamlardır. Yaxud da elə əsərlər var ki, onlar daha çox oxucuya yönəliblər. Onun üçün önəmlidir ki, onu oxusunlar. Amma elə yazıçı üçün önəmlidir ki, o istəyir ki, o ədəbiyyat tarixində qalsın. Burada da ədəbiyyat və kommersiya məsələsi ortaya çıxır. Var qısa müddətli, var perspektivə hesablanmış. Perspektivə hesablanmış əsərlər. Bizdə vəziyyət burada necədir? Bizdə hər ikisi mövcuddur. Kommersiya məqsədi ilə yazılan əsərlər də var. Oxucuya yönəlib, oxucu alsın, oxusun. Həm imza məşhurlaşır və eyni zamanda bu nəşriyyat üçün də maraqlıdır. Məsələn, nəşriyyat üçün maraqlıdır ki, bu imzanı hamı tanıyır, bunu oxuyurlar və bunun kitabını mən çap eləsəm, mən buna xeyir götürəcəm. Və kitab evləri üçün də həmin yazıçılar, şairlər maraqlıdır. Çünki deyək ki, həmin yazıçının əsərlərini almaq üçün daha çox oxucu gələcək, daha çox belə deyim də kitab satılacaq. Nəşriyyatın ayaqsa durması üçün maliyyə lazımdır. Və kitab evlərində ayaqsa durması üçün kitabların satılması lazımdır.
Bəli. Buna görə də həmin Bu başa düşüləndir. Bəli, kommersiya yönlü yazıçılar bu baxımdan nəşriyyatların və kitab evlərinin ən böyük dostudur. Bəs amması nədir burada? Bu məsələnin amması hardadır? Bundan ibarətdir. Bilirsiniz, burada artıq necə deyim, tüketim məsələsi var. Onlar daha tez tükənən, daha çox istehlak olunan ədəbiyyat 10 ildən sonra aktual olmayacaq. Məsələn, deyək ki, o əsərləri mən salmayacağam ədəbiyyat tarixinə. Çünki mən o əsərdə heç bir ideya görmürəm, heç bir məna görmürəm. Mən bilirəm ki, bunu sadəcə yaradıblar ki, satılsın. Bunu qalmaq üçün yaratmayıblar. Amma elə əsər var, mən bilirəm ki, o əsəri yaradıblar ki, o ədəbiyyat tarixində qalsın. Bu yazıçının məqsədidir. O istəyir ki, adını ədəbiyyat tarixindən yazsın. Və nəşriyyatlar yenə də həmin yazıçılara diqqət ayırırlar. Amma mənim çox xoşuma gəlir ki, bizim nəşriyyatların biz aslında var. Yəni ki, onlar çalışırlar ki, həmin o kommersiyadan əldə etdikləri gəlirlə digər daha samballı yazıçıların əsərlərini çap eləsinlər. Öz vəsaitləri hesabına. Bu baxımdan onlar bir-birlərini tənzimləyir. Həm ədəbiyyat tarixi qazanır, həm də həmin o kommersiya sayəsində müəyyən dəstək gəlir. Bu tarazlığı qorumağa çalışır. Tarazlıq qorunur. Yəni burada hamının marağı qorunur. O müəllif özünə istədiyi maliyyəni qazandı, özünün imzasını tanıtdı, deyək ki, kütləvi olaraq tanınan bir yazıçı oldu. Digər nəşriyyat və kitab evi öz məhsulunu təqdim etdi, satdı və bu aradan ədəbiyyat onu qazandı ki, hansısa daha dəyərli bir müəllifin əsərini həmin kommersiya hesabına nəşriyyat deyək ki, özü çap eləyir, özü təqdim eləyir. Yazıçının məqsədi məsələsinə qeyd elədiniz. Bir də missiyası anlayışı var. Yazıçının məqsədi ilə missiyası fərqlənirmi? Yoxsa bunlar elə ikisi də eyni yerə vurmalı? Əlbəttə fərqlənə bilər. Yazıçının missiyası ümumiyyətlə ədəbi söz vasitəsilə, ümumiyyətlə mətn vasitəsilə müəyyən mənəvi, etik məqamları oxucuya aşılamaqdır, cəmiyyəti tərbiyələndirməkdir, cəmiyyəti yönləndirməkdir, cəmiyyətin mənəvi cəhətini yüksəlməkdir. Amma məqsədi fərqli ola bilər. Məqsəd pul qazanmaq da ola bilər, məqsəd məşhur olmaq da ola bilər, məqsəd sadəcə imzasını tanıtmaq da olar, məqsəd xaricə çıxmaq da ola bilər. Amma missiya birdir. Yazıçı olaraq missiya odur ki, o kütləyə öz mənəvi aləmindən müəyyən pay verərək onu yönləndirsin. Artıq yazıçının istedad dərəcəsindən, onun dünya görüşündən asılıdır. Hara yönləndirəcək? Məsələn, sarı ədəbiyyat da var. Hara yönləndirir? Daha aşağı bir mənəvi cəhət, daha çox əyləncə. Yaxud fəlsəfə ədəbiyyat var. Onu hər adam oxuya bilmir. Hər oxucunun hünəri deyil. Yarısında artıq deyir ki, çox tarixdir, bunu oxumaq olmur. Nəzərə alsaq ki, müasir dövrün insanının bu qədər işinin çoxluğunda, bu qaça-qaçda, bu qofa-qovda müəyyən mənada çalışır ki, ona rahatlıq gətirəcək, dincəldəcək əsərləri üst tutsun. Burada meydana çıxır ədəbiyyatın əyləncə yolu. Bu dəqiqə məsələn sosial şəbəkədə insanlarda klip yaddaşı yaranıb. Belə mühakimə tərzimiz artıq Instagram fikirlidir bizim. Yəni tez-tez ötən şəkillər, al-əlvanlıq. Və bu çəhrayı eynəkdə baxmaq. Bəli. Bu Instagram düşüncə tərzinə görə artıq yazıçılar da buna uyğunlaşmağa çalışırlar. Daha çox təqdimat. Bu zərərlidir yoxsa ədəbiyyat adına demək istəyirəm? Dövrə uyğunlaşmadır, amma onun bir dərəcəsi olmalı. Əgər tamam bir Instagram divaları kimi, blogerlər kimi başlasalar yazıçılar ancaq təqdimat, ancaq belə deyim də şəkil, ancaq belə əgər kommersiya məqsədinə özünü tanıtmaq daha çox istehsal, daha çox əsər, daha çox mənim kitabım oxundu, mənim kitabım orada, mən burada, bu mənim oxucumdan şəklim. Əgər bu belə getsə, onun dərin bir əsər yazmağa nə vaxt olmayacaq, nə də həvəs olmayacaq. O olacaq bloger yazıcı. Amma yazıcı düşünməlidir, onun özünə məxsus vaxt olmalıdır. Onun bir əsər yazmaq üçün özünə bir vaxt qoymalı, 1 il, 2 il daha dərinə getməlidir. Bir obrazı yaratmaq üçün onu qurmalıdır, sxemini qurmalıdır, belə deyək, onu ətə qana bürünməlidir. Onun obrazını, imicini formalaşdırmalı. Amma bu Instagram düşüncə tərzinə mümkün deyil axı. Sən həmişə qaçırsan, gah burada görüşdürsən, gah orada görüşdürsən. Tez-tez bir dənə kitab çıxardım, yenə də mən gündəmdə olum. Gərək bunu tənzimləmək lazımdır. Amma digər cəhət də var. Əgər yazıçı tamamilə kənara çəkilirsə ki, yox, mən böyük, bileyim də, statuslu yazıçıyam, mən möhtəşəməm, belə ciddi bir adamam, mən heç kəslə görüşmürəm, təqdimatlar eləmirəm, oxucu qarşısına çıxmıram, ancaq mən yazıram
Qoy məni qiymətləndirsinlər. Bu artıq müasir dünyada keçmir. Axı biz səni görmürük. Bəzən deyirəm də, yazıçılar deyirlər ki, bizim haqqımızda yazmır. Axı biz sizi görmürük. Siz özünüzü göstərməlisiniz, təqdim etməlisiniz və bu belə deyim, şit olmamalıdır. Dozasında, əndazəni aşmamaqla, dozanı saxlamaqla yazıçılar özlərini təqdim etməyi bacarır. Buradan şəxsi brend məsələsi gəlir. Yazıçının şəxsi brendi. Çətin prosesdir və çətin məsələdir. Bu nizamı tapmaq, o qızıl ortanı tapmaq çox çətindir. Bizdə yazıçının şəxsi brendi yoxdur demək olar ki. 1-2 nəfər yazıçıda var şəxsi brendi. O bizlərdə yoxdur. Şəxsi brendi formalaşdırmaq deməkdir ki, səni görən kimi